Salam değerli izleyiciler. Kralın Amerika səfəri haqqında danışacağım. Təbii ki, səfərin görünən tərəfini hər birimiz mətbuatdan oxuduq. Biz də həm Telegram kanalımızda, həm də Facebook səhifəmizdə kralın açıqlamalarını, Trump'ın zarafatlarını və s. uzun-uzun paylaşdıq. Kral sanki Trump'a yerini göstərməyə getmişdi Amerikaya. Yəni gözlənilməz açıqlamalar, zarafatlarla dilə gətirilən həqiqətlər və s. Gözlənilməyən bir üslub idi. İki tərəfdə var gücü ilə tarixdən bu günə qədər gələn diplomatik protokolları pozmaqla gündəmdə qaldı. Kral ailəsinin üzvlərinə toxunmaq olmaz, ancaq Trump bu protokolu pozdu. Eyni zamanda konqresdə çıxışı zamanı kral da Trump'ın o məşhur "Əgər biz olmasaydıq bütün Avropa dövlətləri Almanca danışardı" mesajına cavab verərək "Əgər tarixdə biz olmasaydıq siz fransızca danışardınız" şəklində cavab verdi. O eyni zamanda Trump'ın Ağ Evdə yeni salon tikməyə çalışdığını eşitdiyini qeyd edərək 1814-cü ildə ingilislərin Ağ Evi yandırmağını xatırladaraq "Biz də zamanında Beyaz Sarayda, yəni Ağ Evdə müəyyən dəyişikliklər etmişdik" şəklində mesaj verdi. Başqa və önəmli bir mesaj daha var. Bilirsiniz ki, Trump uzun müddətdir həm Qırlandiyanı ələ keçirmək istədiyini, həm də Kanadanın Amerikanın 51-ci əyaləti olması gərəkdiyini qeyd edirdi. Yəni uzun müddət bunu qeyd edirdi. Kral buna da cavab verdi və o Amerika və Kanadada keçiriləcək futbol oyunlarını xatırladaraq iki ev sahibi lider olaraq buradayıq şəklində bir cümlə qurdu. Yəni özünün eyni zamanda Kanada kralı olduğunu da xatırlatdı Trump'a. Yəni Kanadanın onlara məxsus olduğunu bildirdi. Mesajlar, açıqlamalar, qarşılıqlı zarafatlaşmalar bu şəkildə davam etdi. Təbii ki, Trump'ın da orada sətiraltı bir mesajı var idi. Kral konqresə daxil olduğu və çıxışı zamanı demokratlar ayağa qalxaraq onu alqışladılar. Trump da zarafat yana "Mən bunları ayağa qaldıra bilmirdim, ancaq kral onları ayağa qaldırdı" şəklində bir mesaj verərək demokratiya və kraliyyətin üst-üstə düşmədiyi mesajını verdi cəmiyyətə. Və keçək arxa plandakı müzakirələrə, yəni bununla bağlı təxminlər nə idi? Bilirsiniz ki, uzun müddətdir Amerikada maliyyə baronları ilə Trumpçılar, yəni maqaçılar arasında mübarizə gedir. Əsas hədəf Feddir, yəni Fedin sədrinin dəyişdirilməyi məsələsi var gündəmdə. Yəni hal-hazırki sədr maliyyə baronlarının adamıdır. Trump onu yeməyə çalışır, lakin qarşı tərəf bu günə qədər onu qorumağı bacarıb. Eyni zamanda həm New Yorkda Wall Street, həm də Londondakı London City bankerlərinin Fedlə bağlı gələcəyi necə təyin edəcəkləri də müzakirə edilib. Yəni hər iki dövlət üçün Fedin gələcəyi önəmlidir. NATO hərbi ittifaqı və bununla bərabər paraleldə qurulan bir neçə hərbi ittifaq var. Bunlar da böyük ehtimalla müzakirə edildi. Həm Çinə qarşı Avstraliya, Amerika və İngiltərənin qurduğu ittifaq, eyni zamanda İngiltərənin Baltik ölkələri ilə qurmağa çalışdığı ittifaq, yəni Rusiyaya qarşı yeni bir ittifaq müzakirə edildi arxa planda. Eyni zamanda öncəliklər müzakirə edildi. Yəni Amerikanın hal-hazırdakı öncəliyi Çindir, kralın öncəliyi isə Rusiyadır. Bilirsiniz ki, İngiltərə dövləti ilə tarixdən günümüzə qədər Rusiya arasında güclü bir rəqabət var, münaqişə var, müharibə var və bu heç bir zaman tarixin heç bir dövründə demək olar ki, bitməyib. Fərqli coğrafiyalarda, fərqli şəkillərdə davam edib. Kral konqresdə çıxışı zamanı Ukraynaya dəstəyin vacibliyini qeyd etdi, yəni Ukraynaya dəstək tələb etdi. Lakin Trump bu ayın 15-də, yəni mayın 15-də Çinə səfər edəcək, əgər bir tərslik çıxmasa. Bu dəqiqə Rusiyaya qarşı müharibə etmək, mübarizə aparmaq Amerikanın heç də öncəliyində yoxdur. Başqa müzakirə edilən əsas mövzu isə xəritə məsələsidir, yəni Yaxın Şərqin xəritələri.
Bilirsiniz ki, Yaxın Şərqin xəritələrini İngiltərə çizib və dəyişməsini qəti şəkildə istəmir. Lakin evangelist Tramp və onun İsrail kimi ortaqları xəritələri dəyişmək istəyir. Bu həm İngiltərə Anglikan kilsəsini, eyni zamanda Vatikanı narahat edir və tərəflər qəti şəkildə Trampı xəbərdar edirlər bu mövzuda. Bunun da müzakirə edildiyini düşünürəm. Eyni zamanda petrodolların dövrü bitib bitməməyinə də qərar verəcək bu görüşlər.